Deməli bu suala baxdıqda görürük ki, bir çevriyə toxunanlar çəkilib. Amma şagirdlər, toxunanlarda diqqətli olmaq lazımdır. Nədə? Məsələn, biz axı çevrəni keçəndə, yəqin ki, daha önce bunu hər kəs bilir, deyirdik ki, çevrənin xaricdəki bir nöqtədən çevrəyə çəkilmiş iki toxunan bir-birinə nədir? Bərabərdir. Baxın, bu B, bu da C. Buna AB ilə bizdə AC nə olurdu? Eyni olurdu. Səbəb nə idi? Birinci qruplar düşər ki, deyər bunu isbat eləyin. Səbəb də o idi ki, mərkəzi götürürdünüz və radius toxunana perpendikulyar olduğuna görə bura 90 yazırdınız. Radius toxunana perpendikulyar olduğuna görə bura 90 yazırdınız. Və mərkəz ilə A nöqtəsini birləşdirəndə burada 2 dənə üçbucağın, düzbucaqlı üçbucağın alındığını görürdünüz. Və bura AO'ya C desək, onda üçbucaqlar eyni üçbucaqlar olur. Fikir verin hələ. Hipotenuzla katet eynidir. Onda Pifagora görə bu iki katetlər nə olurdu? Eyni olurdu. Və eyni katetin qarşısındakı bucaqlar da eyni olduğuna görə biz deyirdik ki, AO nədir? Tən böləndir. Adımıza düşdü. Anladın mı bu isbatı? Bax, bu isbatı istənilən bir şagird, Pifagoru bilən şagird anlayar. Yəni, iki üçbucağın iki tərəfi, düzbucaqlı üçbucağından söhbət gedir. İki tərəfi eynidirsə, onda onlar elə nədir? Eynidir. Yəni, söhbət hipotenuzdan katitdən gedir. İndi buna baxanda biraz diqqətli olmalısınız. Çünki buna yanaşanda, baxın, buradan da toxunan anlayışı var. Görürsünüzmü bu F-ə qədər? Gəlib buradan da toxunan anlayışı var. Bax, Y-dən çəkilmiş. Bu ikisi də bərabərdir. Ümumi də baxanda buradan bura qədər toxunandı. Buradan belə də toxunandı. Anladıq mı? Şagirdlər, səsim gəlirmi? Bəli. İndi baxın, DF-i bizə 3 verib. Məsələn, gəlin biz də DF-ə 3 yazaq. DF-ə 3 yazmışıqsa burada nə yazarıq? 3. Çünki bu iki dənə qırmızı nə idi? BD ilə DF nə idi bir-birinə? Bərabər idi. Sonra ADY-nin perimetrindən danışır. ADY-nin perimetrindən danışdığına görə biz gələk belə edək. AC-ni deyir tap. Nə bilim, belə edək. Bura bir X deyək. Burada nə olacaq? X. Sonra bura biz bir Y desək. Şagirdlər, baxın, bura bir Y desək. Onda bu toxunan nə qədər oldu? X plus Y. Elə deyilmi? Onda AB toxunanı da X plus Y olmalıdır. Çünki o ümumi A nöqtəsindən çəkilmiş iki toxunandır. Və toxunanlar bir-birinə bərabər olduğuna görə bura olacaq X plus Y çıx 3. Niyə çıx 3? 3-ü də gələndə olsun X plus Y. Bəli. İndi baxın, bunun burasının perimetrini verib bizə. Da baxın. AD-nin perimetri. Perimetri nə idi? Perimetr AD-yi tərəflərin cəmi. İndi tərəflərə baxın. 3 plus X birindədir. X plus Y çıx 3 birindədir. Sonra Y də birindədir. Onda bunu toplayanda nə qədər qalır? 2 dənə X, 2 dənə Y. Şagirdlər, baxın. 3-lər getdi. Onda bunu da bizə Bərabər 24 24-ə. X plus Y nə oldu? 12. 12. X plus Y də elə dediyi AC-dir də bu da. Bəli. Anladın? AD-yə 3 çıxsa elə X 3 olmur ki. Yox, deyə bilmərik, onlar bərabərdir. Hansı qayda görə deyək? Qayda tapmaq olar, yəni hələ belə bilmək olmur axı. Eyni düz xətt üzərindədir də, eyni nöqtəyə toxunurlar. Yox, onu tam deyə bilmək. Onu isbat etmək lazımdır eyni düz xətt üzərində. Lap eyni düz xətt üzərində olsun. Nə bilək ki, bunlar bərabər. Yəni isbat etmək lazım. Və bu misal üçün ona ehtiyac yoxdur axı, görsən ki, alındı. Anladım.